nətəri biz qışqırmaqla, əsəblərimizi bildirmək, hər şey sənətə əsasəndir. Deməli, bax, fikir verin. Bu metrikadır, düzdürmü? Şəhadətnamə, doğum şəhadətnaməsidir. Bunun, üzr istəyirəm, bir icazə ver. Bunun tərcüməsi niyə yoxdur? Təsdiqlənmiş Azərbaycan Respublikasının... Var. Var, görsədin zəhmət olmaz. Metrikaya müdaxilə. Baxın, metrikada bir dənə balaca qaraltı da olanda... Buyur, bu da təsdiqli. Ver baxımda. Bu pasportundur. Bu pasportdur, metrikanki yox. Bu təsdiqlənmiş, notarial qaydada təsdiqlənib. Metrikası, Doğum haqqında şəhadətnamə. şəhadətnaməsidir. 1900, neçə? 74. 4. Burada görürsünüz, yox, müdaxilə olmaz. Bilirsiniz nətərdir? Bunlar məhkəmədə, Nuranə xanım, Azərbaycan dövləti... Qısa olaraq, mənə çıxış yolu deyil, konkret olaraq bizim digər deməli, Nuranə şikayətçilərimiz var. xanım, məhkəməmiz obyektiv baxıb. Məhkəmə sübutu olmamasına görə kifayət qədər ona qərar verə bilməyib ki, haqlı qərarlar verirlər Nüşabə xanım. Sizin əlinizdə kifayət qədər sübutunuz olmuyor. Xahiş edirəm. Sübutları toplayaq da. Sübutları toplayın. Və bir də icazə verin. Və bu xanım Azərbaycan Respublikasının vətəndaşı deyil, anadan olmayıb. Burada Qarabağda, Şuşada, filanda, başa düşürsünüzmü? Bu Gürcistan dövlətin başqa dövlətdə anadan olur. Və onun eseri zaman və ona şəhadətnaməsi var. Bu metrikasıdır, düzdürmü? Və bu metrikasının əsasında bu metrikasının, bax, bu nömrəsi var burada, görürsünüz nömrə 32, 20, 45 nömrəli. Əsasən və bunu xanımın adını, soyadını yazırsınız və Gürcistanın Daxili İşlər Nazirliyi 112-yə müraciət edirsiniz, rəsmi kağız alıcısınız. Bildi, sizin fikriniz bura qədər. Bəli, ancaq bir dənə də bunu deyim ki, mən bunu deyim ki, əlavəm odur ki, məhkəmənin qətnaməsi də Ali məhkəməyə kimi yəqin gedib, qüvvəsində də qalıb və mən bunu tam əminliklə bildirirəm ki, məhkəmə bir daha da təkrar kifayət qədər bu pasportla tərcüməsi ilə vətəndaşlıq verilmir. Bu Gürcistan vətəndaşlığını, pasportunu alacaqdır. Və Gürcistan dövləti də buna bəyan edəcək ki, sən mənim vətəndaşımsan, gəl pasportu götür. Mən bunu tam əminliklə söyləyirəm. Məsələn, biz bu məsələyə qaydacıyıq, tamaşaçılarımız. Məsələyə qaydacıyıq. Deyirəm bu işi deyirəm. Danışın. Gürcistan dövlətinin səfirliyi burada sizə heç bir rəsmi sorğunuza cavab verməyəcək. Sonra niyə deyirsən ki, mən sorğu verməyəm? Siz Gürcistan, bir də icazə verin. Bir danışın. Nüşabə xanım, bir də icazə verin də. Bir-birinizi dinləyin. Siz Gürcistanın Daxili İşlər Nazirliyi 112 e-mailinə müraciət etməliydiniz, rəsmi olaraq. O müraciətinizə, sizin e-mailinizə 15 gün ərzində, mən bunu tam əminliklə söylüyorum, bilirəm deyirəm, 15 gün ərzində sizə cavab gələcəkdir. Məhkəməni də biz burada qınamalı deyirik. Məhkəmə də deyir ki, siz sübutlarınızı təqdim etmirsiniz. Mən bir metrika ilə və yaxud da bir SSR-in pasportu ilə qiymət verə bilmərəm ki, bu Azərbaycan Respublikasının vətəndaşıdır. Yaxşı, bizim çıxış yolumuz ondan ibarət ki, belə başa düşdüm ki, üzr istəyirəm, bir dəqiqə. Yəni, bilən də danışır, bilməyən də danışır. Mən məsəl üçün bilmirəm, yalnız dinləyirəm. Gözü hüququ bilmədiyimə görə dinləyirəm. Dinləməyə bacaraq da. Müəllim, çıxış yolu üçün birinci kimə müraciət eləməliyim? 112 e-mailinə mən sizə verərəm e-maili. Rəsmi olaraq xanımın adından yazacaqsınız. Sizə rəsmi olaraq cavab gələcək. Gürcü dilində. Və onu siz də notarial kontorda tərcümə elətdirib, təsdiqlətdirirsiniz, əlinizə sizin rəsmi sənətiniz. Gürcistandan. Bir dəqiqə. Hə, hüquqi tərəfdən. Siz təminat